إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد Möhtərəm müsəlmanlar, bildiyimiz kimi İslam dini hər bir kəsin haqqını verməyə bizə buyurub, bizə əmr edib, qonşu haqqı, valideyn haqqı, evlad haqqı, böyüklərə olan ehtiram, böyüklərin haqqı və s. və bugünkü o haqlardan biri olan ər-arvad haqlarıdır. Yəni, İslam dini o biri haqları buyurduğu kimi ər və arvad haqlarını bizə bəyan edir. Və ailə ilə bağlı mövzudur. Bildiyimiz kimi bu ər və arvad haqları. Bu mövzu həmişə böyük əhəmiyyət kəsb edir. Çünki ailənin cəmiyyətdə yeri qəlbin bədəndə olan yeri kimidir. Ailənin cəmiyyətdə olan yeri qəlbin bədəndə olan yeri kimidir. Belə ki, əgər qəlb islah olarsa, bütün bədən nə olar? İslah olar. Əgər qəlb körlanarsa, bütün bədən körlanar. Eləcə də ailə islah olarsa, bütün cəmiyyət islah olar. Əgər ailə körlanarsa, bütün cəmiyyət körlanar. Ona görə bizə Quran və sünnə ailənin necə islah olmasını bildirir. Və bəzi təəssürlər olsun ki, və bəzi ailələr istər geyim, istər yeməsi, içməsi nələrəsə baxırlar kimlərdənsə götürürlər və ailəsini də istər yoldaşı, istər evlatları o cür tərbiyə edirlər. Amma biz baxmalıyıq şəriətə, şəriət bizə nə buyurur? Biz ailəmizi necə islah etməliyik? Və ümumiyyətlə ailə qurmaq Allah subhanahu wa ta'ala bizə Quran-ı Kərimdə evlənməyi buyurur. Ailə qurmaq, evlənməyi Allah subhanahu wa ta'ala bizə Quranda buyurur. Nisa surəsinin 3-cü ayəsində deyir ki: "Və in xiftum alla tuqsitu fil yatama fankihu ma taba lakum minan nisa'i masna wa thulatha wa ruba' fa in xiftum alla ta'dilu fawahida." Deyir ki, xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Fikir verin. İkisi, üçü və dördü ilə evlənin, xoşunuza gələn qadınlarla. Bəzən, bəzi zahil müsəlmanlar danışır ki, bu dindarlar, mollalar 4-5 arvad alır, nə mən 7-sini alıb pis baxırlar. Allah subhanahu ta'ala bizə qoyduğu qanundur. Buyurduğu bir işdir. Sən gedir pis iş edəndə, zina edəndə qeyri-nikahsız kiminsə ailəsinə sataşanda yaxşı olur sənin üçün. Bir müsəlman ömrünün axırına kimi nikah edir, 3 dənə, 4 dənə qadınla evlənir, onun evlatları soxulursa, bu niyə olmasın? Bunda problem nədir? Problem səndədir. Sən qeyri-nikahla gedir, zina edirsən. Və başqası da 2, 3, 4 arvad alanda nədir? Pis baxılır. Aydınmı? Sonra Allah subhanahu bizə şərt qoyur. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa,
onda onlardan biri də evlənir. Yəni ki, bizə verilir icazə 2, 3, 4 qadınla evlənmək. Aydınmı? Amma ədalət deyəndə burada həm də məsələn insanın maddi cəhətindən sən imkanı yox saxlaya bilmirsən, nəsə ədalətli edəcəksən. İmkanı maddi cəhətdən imkanı olmadı və s. Hər bir şeydə insan ədalətli olmalıdır ki, bu qadınlar arasında ədalətlə nədir? Hərəkət etsin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlara, xüsusən cavanlara evlənmək haqqında buyurur. Deyir ki, ya məşərə şəbəb, mən istətəə minkumul əlbətə fəlyətəzəvvəc. Deyir ki, ey cavanlar, cavanlar toplumuna müraciət edir Peyğəmbər sallallahu aleyhi və səlləm. Sizdən gücü çatan evlənsin. Çünki evlənmək gözü və övrəti qoruyur. Fikir verir. Yəni ki, həqiqətən evlənən insan başqa kimdəsə gözü yoxdur. Ona görə müsəlman evlənməlidir. Şərəfimiz nədir? Evlənməyi bizə buyurur. Aydınmı? Sonra möhtərəm müsəlmanlar, evlənməyin bir çox faydası var. Əgər müsəlman evlənirsə, görün, hər bir şey ümumiyyətlə bizə Allah subhanət hala və Peyğəmbər s.ə.v nə buyurursa, hər bir şeylə xeyir var. İndi fikir verin, gör evlənməyin bizə nə qədər faydası var. Evlənmək nəfsə rahatlıq verir. İnsan onunla nəfsi rahatlanır. Və həmçinin qəlbə sevinç bəxş edir. Görürsən, evlənən insan sevinir. Qəlbə sevinç bəxş etdi mi? Evlənmək. Və həmçinin insanı zinadan qoruyur. Evlənən insanın zinada işi yoxdur. Və həmçinin evlənmədə fərdə və cəmiyyətə fayda var. Əgər insan evlənir, ondan gözəl, salih evlatlar olursa, o cəmiyyət üçün faydadır. İnsanları da gözəl, doğru, düzgün nədir? Yola dəvət edəcək. Sonra, faydalarından biri odur ki, qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləm başqa ümmətlərin qarşısında fəxr etməsinə səbəb olursan. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinin çoxluğunla qiyamət üçün fəxr edəcək. Sən də evlənirsən, evlatlar çoxalır və Peyğəmbər sallallahu aleyhi və səlləm fəxr etməsini nə qarısan? Sevinirsən. Nədir? Sevindirirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm nədir? Fəxr etməsinə, sevinməyinə səbəb olursan. Və həmçinin evlənmək insan nəslinin davam etdirir. Bir insan evlənirsə, onun nəsli nədir? Davam edir. Və həmçinin evlənməklə ailələr bir-birinə yaxınlaşmış olur. Bir insan evlənirsə, o başqa bir nəsillə evlənir. Orada görürsən, qohum əqrəbələr gedir, istər oğlan tərəfdən, istər qız tərəfdən nədir? Münasibət yaranır. O belə deyək də bizim kəsli dilində, o qudalıqda görürsən, oğlan tərəfdən gedir, qız tərəfdən orada ilaqçılar heç bir-birini tanımır, yerdən bir salam ölüşü var, amma orada surfada oturub bir sörək yiyərsə, xeyir dua edilərsə, orada nədir? Bir-birinə ailədə nədir? Yaxınlıq nədir? Baş verir. Yaxınlaşmasına insan evlənməklə bütün ailələrin nədir? Yaxınlaşmasına səbəb olur. Ümumiyyətlə, ər və arvadın haqları. Şərəfimiz bizə ər və arvadın haqlarından nə buyurur? Birincisi, seçimdə insan diqqətli olmalıdır. Yəni ki, birincisi seçim. Belə ki, seçim din, islah və gözəl əxlaq üzərində olmalıdır. İnsan dinlə bərabər gözəl əxlaqı olmasında şərtdir. Yəni evlənəndə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizə məsələn buyurur, nə buyurur? Kişiyə xitab edərək deyir ki, buyurur ki, qadınla 4 şeyə görə evlənirlər. Malına, əsl nəsabətinə, gözəlliyinə və dininə görə. Fikir verir, malına. Elə adam var, deyir, filankəsin qızı varlıdır, onunla öylənir, bəlkə malı bir şeylər eləsin. Filan yerdə yaşayılan, filan vəzifədir, malına, puluna görə evlənir. Eləsi də var, əsl nəsabətinə görə. Yəni, filankəs filan nəsildəndir. Aydındır mı? 2, gözəlliyinə görə, eləsi də var, gözəlliyinə fikir verir və dininə görə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, sən din sahibini seç. Seç ki, xeyir qazanasan. Bunların hansı? O demək deyir ki, insan yaxşı nəsildən evlənməsin, imkanlı qadınla evlənməsin. Amma seçimə qalarsa, insan birinci
dini nədir? Götürməlidir. Və xeyr qazansın, sözsüz ki, ibadət edən qadın öz yoldaşına nədir? Xeyr qazandıracaq, namaza durğuzacaq və s. bir günahlar edəcəksə, onu nəsiyyət edəcək, onu nədir? Günahlardan çəkindirəcək. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm bizə buyurur ki, sizdən biriniz özünə şükür edən qəlb, zikr edən dil və axirət işlərində ona yardım edən mömin zövcə seçsin. Fikir verin, özünə şükür edən qəlb. Qəlb insan çalışmaz, qəlb daima şükür etsin. Və zikr edən dil. Amma bizdə əksi nədir? Söyüşlər, qeybət, nammamlıq və s. nələr. İnsan bu şeyə diqqət etməlidir. Qəlbi daima şükür etməlidir. Allah subhanahu neymətinə. Ona görə sələf alimlərindən gətirirlər ki, əgər o şükürdə ibadət yoxdursa, yəni bir insan elə belə şükür edir, hər bir şey edir yəni, zina, içki, hər bir günahı edir, biraz əldə pul artıq daha keçən deyir, Allaha şükür. Bu şükür düzgün deyil. Ona görə sələf alimlər deyir ki, o şükürdə ibadət yoxsa o şükür sayılmır. O şükürdə ibadət yoxsa o şükür sayılmır. Və həmçinin və axirət işlərində ona yardım edən mömin zövcə seçməlidir. Yəni ki, o qadın ki, insanı axirət işlərinə yönəndir. Demir ki, filan şeylərə. Əksər deyir ki, filan şey günahdır, bunu etmə. Bəyək dediyim kimi namaza qaldırır və s. Hər bir xeyri öz yoldaşı nədir? Çatdırır. Və həmçinin qadının vəlisinə, yəni valideyninə xitab edərək buyurur ki, əgər dinindən və əxlaqından razı qaldığınız birisi qapınıza gələrsə, onu evləndirin. Əgər belə etməsəniz, yer üzündə fitnə və böyük fəsad törətmiş olarsınız. Qadının atası, məsələn, qızın atası, onun qapısına bir insan gəlir. Dinindən və əxlaqından, demədi pulundan, nəfsindən, vidindən, fasondan. Dedi, dinindən, əxlaqından razı qaldınızsa, qızı verin ona. Heç nəyə baxmayın. Əgər bu adamın dini varsa, namaz qılırsa, aydın, əxlaqı gözəldirsə, nədir? Ona verin, qapınıza bir şeydir. Kimliğini asır, istər kasıb olsun, istər nə olur olsun. Verin ona. Əgər belə etməsən, yer üzündə fitnə və böyük fəsad törətmiş olarsınız. Bu nə deməkdir? Yəni ki, insan belə bir insana verməsə, dinində və gözəl əxlaqlı insana verməsə, o əxlaqı olmasa, görürsən o qadın döyəcək. Bax, elə namaz qılan var, məsələn, düzdür, namaz qılır, amma əxlaq cəhətdən nə olur? Namaz da qılır, hər bir şey edir. Hər bir hoqqalardan çıxır. Yəni, ona görə Peyğəmbər s.ə.v dinlə bərabər əxlaqı da gəlir. Əxlaqa da fikir vermək lazım. Din birinci, sonra əxlaq. Əxlaqa fikir verir. Çünki o qadına verdiyin qıza o əxlaqı yoxsa ona əzab verəcək, vuracaq. Nasıl namaz qılır? Ona görə Peyğəmbər s.ə.v dinlə bərabər gözəl əxlaqı da şərt qoydu ki, verdiyiniz adam dini və gözəl əxlaqı olmalıdır. Və həmçinin arvad haqlarından biri də bir-birinə baxmalıdır. Yoxsa baxmamış vermək olmaz. Peyğəmbər s.ə.v Muğir ibn Şöbəyə deyib, git bax. Yəni, qadına bax. Elə belə evlənmək sonra xoşuna gəlməz sənin. Evlənməyə şəriət icazə verir, ancaq xəlvətdə olmaz. Təhsil kişi olmaz. Qız tərəfdən kimsə olmalıdır. Baxır, xoşuna gəlirsə evlənir. Xoşuna gəlmirsə, daha heç kimə demir ki, mən filan kəsə qızına baxır, xoşuma gəlməlidir, sırşındır və s. Olmaz. Xəlvətdə baxmır, yanında kimsə olur, təhsil kişi olmur. Və baxandan sonra bəyənsə, əlhamdülillah, evlənir, bəyənməsə də yenə kirmisə durur, bəlkə başqa qardaş gedib onu bəyənib ələcək. Ona görə İslam fikir verin, hər şeyə diqqət edir. Və həmçinin qızın xəbəri olmadan evlənmək istəyən adam baxa bilər. Əgər bir qızı evlənmək istəyirsiniz, onun xəbəri olmasa da baxa bilərsin yəni. Aydın, suya gedir və s. Harada bir yerdən baxa bilərsin. O xəbəri yox, bilmir. Bu da evlənmək niyyətindən, amma evlənməmək niyyətindən onu güc, bax və s. bu olmaz. Əgər niyyətin yaxşısa, baxa bilərsən. Və həmçinin qadının mehri çox tələb etməməsi. Yəni ki, evlənən qadın, xüsusən bəzi yerlərdə görürsən ki, qadın mehri çox tələb edir. O qədər şərtlər qoy ki, mehri oğlan gəl onu versin. Toy elcivədə, yəni ki, az bir şey. Üzlükdür və s. Yəni ki, mehirdə yüngül vari bir şeylər. Hay, ma filan şey al, onun qiyməti 10 min, 15 min, 5 min var bəzi ölkələrdə. O qədər mehir istəyirlər qadına. Bu, yəni ki,
şəriətə görə yəni ki, yaxşı bəyənilməyən bir şeydir. Aydın mı? Ona görə qadın yəni ki, ərindən çox yüklənməməlidir. Və həmçinin toy etmək İslamda var. Ən azı Peyğəmbər sallallahu aleyhi və səlləm sahabiyə deyir ki, bir qoyun olsa belə kəs, elan edir. Çünki sən qadınla gedəcəksən haraysa, yerdən baxan deyəcək, bu kim gəlir bundan? Amma toy eləsən, bir heyvan, 2 heyvan kəssən və s. dana da kəsmək olar. Ən azı bir heyvan. Yəni, hamı biləcək ki, sən evlənirsən. Sən toyun olub, bilir də cəmaat. Amma elə toy eləməsən, şəriət hər şey qeyd edir. Yanına qoydun getsin, baxacaq deyəcək, bu bununla evlənmir ki bu. Pis baxır. Ona görə ən azı lazım deyil ki, dana kəsilsən və s. İmkanı olsa gəzə bilərsən. Amma ən azı bir heyvan kəsməyə imkan daxildə nədir? Kəsmək yaxşıdır. Sonra ərin arvad üzərində haqları var. Ərin arvad üzərində. Qadın ərinə Allaha asi olan şeylərdə itaat etməsidir. Qadının ərinə Allaha asi olmayan şeylərdə itaat etməsidir. Yəni ki, qadın məsələn deyir ki, kişi deyir ki, filan şeylə, Allaha asi olan şeylərdə bu şeylərdə itaat yoxdur. Amma başqa şeylərdə qadın ərinə itaat etməlidir. Məsələn, deyir ki, Allahdan başqasını şərik qur, sehirbazın yanına et, ki, filan zadı yazdır, namazını qılma və s. Orucu tutma. Kişi qadına bu şeyi məcbur edir. Bu şeylə qadın ərinə itaat etməyə bilər. Allaha günah olan işlərdə və başqa işlərdə qadın ərinə itaat etməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir, Allahdan qeyrisinə səcdə olmaq əmr olsaydı, mən qadınlara deyərdim ki, öz ərlərinə nədir? Səcdə etsinlər. Dönün, fikir verin. Ərin dində necə haqqı var. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İzə sallətil mər'atu xamsəhə və savət şəhrəhə və hassənət farcəhə və ətəət bəğləhə dəxələt min əyyi əbvəbil cənnət şəhr. Deyir ki, qadın 5 vaxt namazını qılsa, Ramazan orucunu tutsa, yəni namusunu qorusa, evrət yerini qorusa və ərinə itaat etsə, Allah subhanət hələ onu cənnətin hansı qapısından istəsə, istədiyi yerdən gedər. Yəni, deyər ki, hansı qapıdan istəyirsən gir. Bu qədər qadının şahsatdır. 5 vaxt namazını qılır, orucunu tutur və namusunu qoruyur, zinadan və s. və ərinə itaat edir. Bununla da Allah subhanət hələ deyir ki, cənnətin hansı qapısından sizə girə bilərsən. Bu qədər hasat. Fikir verin, dində çətin bir şey yox. Sadəcə müsəlmanlar özü elmsizliyindən dini nədir? Dinini çətinləşdirir. Və Peyğəmbər s.ə.v deyir ki, qiyamət günü ən çox əzab olunan insanlar 2 sinifdir. Ərinə asi olan qadın, fikir verin, və insanların istəmədiyi halda onlara imamlıq edən. Ən çox əzab olunan insan 2 sinifdir. Biri, ərinə asi olan qadın, insanların istəmədiyi halda onlara imamlıq edən. İkinci, qadın daimən ərinə təşəkkür etməlidir və onun elədiyi yaxşılıqları qiymətləndirməlidir, küfr etməlidir. Yəni, qadın həmişə ərinə təşəkkür etməlidir. Yoxsa, nə bilim, mən dalaya kəndəməyə baxmayır, filan şey almır, belə eləyir, bu şeylərdən şikayətdən bulmalıdır və elədiyi yaxşılıqları dəyərləndirməlidir. Sonra, çalışıb ərini qəzəbləndirməməlidir və həmçinin ona qəzəblənməməlidir. Nə nevləndirmir? Ərini, qadın. Nə də ona nevlənmir. Əgər belə şeylər baş versə, onda tez barışmağa çalışıb ərini razı salmalıdır. Əgər nəsə ola bilsin, hansısa bir səhv hərəkət üzrə əri nevləndirdi, o zaman gördük ki, nevləndir, tez çalışıb onu nədir? Razı salmır. Peyğəmbər sən gör nədir? Sizin qadınlarınız zənnət əhlidir. O qadınlar ki, ərini çox sevir. Çoxlu evlad dünyaya gətirir və ərinə əziyyət verəndə tez onunla barışır. Cənnət əhli qadınlar kimlərdir? O qadınlar ki, ərini çox sevir, çoxlu evlad dünyaya gətirir və ərinə əziyyət verəndə tez onunla barışır. Və həmçinin, əgər qadın ərinə bu dünyada əziyyət verərsə, onun hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyir. Yəni ki, hər bir möminə huri var da, bilirsiniz cənnətdə. Əgər bu dünyada insanın yoldaşı ərinə əziyyət verirsə, onu hifzləndirirsə, o huri gör nə deyir, oradakı huri, cənnətdəki huri. Allah səni öldürsün. Oradakı insanın nədir? Həyat yoldaşı. O huri buradakı nə deyir? Allah səni öldürsün, ona əziyyət vermə. O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsini az qalır. Fikir verin, oradan buraya nədir? Qarğış edir, bəddua edir. Və həmçinin qadın ərinin namusunu qorumalıdır. Haramlardan
qorumaya çalışmalıdır, ərini qoymamalıdır, harama düşsün. Onun fitnələrlə üz-üzə buraxmamalıdır. Gəlsin, ərini toylasın, filan şey, belə, axırda kiməsə qırğına qalırsın. Və ya hansı haramı etməyə nədir sövq etsin. Qadın bu şeylərdə nədir? Daimən ərini qorumalıdır, fitnəyə düşməyindən və həmçinin harama düşməyindən nədir? Çalışıb qorumalıdır. Və həmçinin qadın başqa qadının yanında əyini dəyişə bilməz, fikir vermir. Əyini dəyişməməlidir. Gör, İslam nəyə fikir verir? Niyə? Çünki o qadın bu qadın görür və gedir ərinə vəsf edir. Artıq əri o qadına baxmış olur. Fikir verdinizmi? Bir qadının yanında, xüsusən başqa evdə əyini dəyişmir. Soyur. Niyə? O bir qadın ola bilsin, bu qadın görür və eləcə də gedir ərinə vəsf edir. Deyir, filankəs belə gözəl, belə və s. Bu kişi də artıq ona baxmış kimi olur. Və qadın başqa evdə əyini soyunmur. Ancaq məsələn, dəyişmək məsələn, onlar məsələn, icazəli şeylər var. Məsələn, üstdən məsələn, nəsə geyinirsə, altda başqa şeylər varsa, məsələn, amma o cürə, yəni ki, evrət yer görülsün və s. bu cürə olmaz. Başqa qadının yanında soyunmaq olmaz. Və həmçinin başqa qadın ərinə başqa qadını bəxş etməməlidir. Mən filankəsi gördüm, filankəs belədir, filankəsin yoldaşı, gözəldir və s. Başqa qadına nədir? Öz ərinə başqa qadını vəsf etməməlidir. Qadın ailə sirrini heç kəsə danışmamalıdır. Aralarında olan şeyləri və s. Öz ərinlə aralarında olan sirri, ailəsində olan sirri heç kəsə danışmamalıdır. Fikir verir. Ola bilsin, arada bir baş verir, kişi istədiyə və s. Gəlib qonşuya yaxşı qadına danışmamalıdır ailə sirrini. Və həmçinin ərinin evini qoruması, onun izni olmadan ona heç kəsi buraxmamalıdır. Kim gəlir gəlsin, sizi qohuma əqrəbə gəlsin. Kişi öyle yoxsa, qadın heç kəsi buraxmamalıdır. Bakıya çıxmamalıdır. Niyə çıxırsan ki? O da gəlsin, üzrünə sazı olsun, desin, çay ver və s. Qadının kişi yoxsa, evdə qapıyı açmır, evə başqa adam buraxmır. Aydınmı? Sonra onun malını qoruması. Qadın kişinin malını qorumalıdır. Yalnız izin verərsə kişi ki, yəni problem yox, götürə bilərsən 5 manat, 10 manat, evdə kişi olmazsa uşağı göndərər, sözək və s. Bu kimi şeyləri izin verirsə kişi edə bilər. Və həmçinin möhtərəm müsəlmanlar bir şeylə toxunmaq istəyirəm. Qadın başını bağlaması. Bu mühüm məsələdir. Qadının başını bağlaması üçün şərəfimiz əmr edir. Nur surəsində baxa bilərsiniz. 31-ci ayələr təxminən. O ayələr oxuyun. Görürsən, elə namazı qılanlar var şey, məsələn, mən keçə dəfə də dedim, bu məsələdə yəni ki, səhvankardırlar. Yəni birdən-birə düzdür, deyək, get, vur, sən başını bağlamırsan, boşanı bu sürəylə yox, amma tədricən bu şeyləri etmək lazım. Çünki qadın başını bağlamırsa, onun əri, onun həyat yoldaşı məsuliyyət və qiyamət üçün cavab verəcək. Ona görə nədir? Günah qazanır. Bunu yavaş-yavaş tədricən bağlamırsa, başqa namaz qılan, başını bağlayan qadınların yanına aparsın, orada bəşərə onlara məsələn təsir edər və s. Yəni bu şeyləri etməsidir. Bu Nuh surəsində baxmağı unutmayın. Və həmçinin qadının üzərində, qadının əri üzərində olan haqqı və ərin qadının üzərində olan haqqı. İndi qadının kişi üzərində olan haqqı. Kişi zövcəsini adət üzrə yedirtməsi və geyinməsi təmin etməsi. Onu adət üzrə, yəni normalda onu yedirdir, geyindir. Aydınmı? Bunu etməlidir. Həmçinin hədis var Əbu Süfyan. Yoldaşı gəlib Peyğəmbər s.ə.və şikayətlənir ki, mənim ərim böyə bir şey almır. Yəni ki, belə demək, xəsisdir. Belə demək. Yəni, lor dildə. Yəni, heç nə almır. Yəni ki, bu adamın dünyada heç bir əhəmiyyət. Peyğəmbər s.ə.və deyir ki, mən o maldan götürə bilərəm. Evdə də pul var. Peyğəmbər s.ə.və bəli, özünə uşaqlarına kifayət edən qədər o maldan götürə bilərsən. Aydınmı? O da olmaz ki, evə mən yığ, filan şey alacam. Qadın var, arvad var, uşaq var. Bunların haqqında verməlisən. Sonra adət üzrə qadınla gözəl davranmaq və ona yaxşılıq etmək. Kişi etməlidir. Kişinin qadın üzərində olan haqqı olduğu kimi, qadının kişi üzərində də olan haqqı var. Onlarla gözəl davranmaq və onu yaxşılıq etmək. Sonra ümumiyyətlə bizə şəriət gözəl davranmaq buyurur qadınla. Deyir ki, Peyğəmbər deyir ki, qadınlarınızla gözəl, qadınlarınıza görə Allahdan qorxun. Yəni onlara əzab verməyin, onlara hansı şeyi nədir? Naqiz etməyin. Sonra kişi onu boş yerə vurmamalıdır. Bu nə deməkdir? Əgər kişi qadınında bir asi iş görsə, namaz qılmır, hansı küfr elədi, hansı şirk elədi və s. başqa günahlar elədi, aydınmı? Ona birinci vurmur, ona nəsiyyət edir. Bu olmaz, bu olmaz, başlayacağım, yəni ki, başı salır, birinci arvadı birdən-birə vurmur. Nəsiyyət eləyir, qəbul edirsə, əlhamdülillah, qəbul edilməzsə, nə var? İkinci şəriət gör nə deyir? Deyir ki, yataq yerinə ayırırsan. Bu, yəni ki, ona təsir eləsin. Yataq yerini insan ayırır ki,
ona təsir etsin, bəlkə düzəlsin. Bunu da qəbul edirsə, yenə əlhamdülillah. Qəbul edilməzsə, üçüncü məsələ gəlir, vura bilərsən. Vura bilərsən, amma bu vurmaq nədədir? Asi olan işlərdə, yəni günah olan işlərdə, qadın bir günah edərsə, o şeylər üçüncü gəlir, onda vurarsan, ancaq vurmaq, o cürə vurmaq ki, sən ki onu, hətta Peyğəmbər bir sahabə, yəni ki, heyvandan yəni, zülm edib, vurur, Peyğəmbər ona acıqlanır, yəni. O cürə vurma, yüngül vur, sifətinə vurmaq da olmaz. Ümumiyyətlə, qadının və başqa, qadın olur, şey olur olsun. İki kişi bir-birindən dalaşır, bizdə baxırsan ki, görürsən, o onun sifətinə vurdu, bu buna nə bilimə vurdu, olmaz, sifətə vurmaq haramdır. Bunu konkret bilin. İstər kişi, istər arvad olsun, sifətə vurmaq olmaz. Çünki sifət insanın ən şərəfli yeridir. Və o şərəfli yerdə insan səzdəyə qoyur. Sonra, onlarla gözəl əxlaqlı olmaq, qadınlarla. Hədis, burada hədis var. Peyğəmbər deyir ki, əkməlul mümini imanən və əhsənuhum əxlaqı. Yəni ki, müminin, yəni ki, kamil imanı nədədir? Onun nədir? Gözəl əxlaqı kamil olarsa. Və həmsinin gözəl əxlaqı olarsa, fikir verin. Və qadınlara gözəl rəftar edərsə. Yəni ki, hədis var. Həmsinin qadının onun bacardığı qədər haqqını tələb etməli və güc etmədiyi şeylər ondan razı olmalı. Yəni ki, kişi qadından haqqını tələb edir, yemək pişir, paltar yuyur, və tələb edir. Aydınmı? O şeyi qadın bacarmırsa, yəni ki, o şeylərdən qadın bacarır. Amma sən onu çox yüklüyürsənsə, bir gündə filan şeylər ilə yüklüyürsən, onu qadın bacarmırsa, bir gündə hamısını, o şeyə görə sən onda razı qal. Bacardığını eləyir, bacarmadın, yükləmə. Razı qalmalıdın. Çünki Peyğəmbər s.ə.v deyir ki, qadınlarınızla gözəl davranın. Sizə nəsiyyət edirəm, qadınlarınızla gözəl davranmasını nəsiyyət edirəm. Qadın qabırğadan yaranmışdır. Fikir verin, diqqət edin. Qabırğanın ən əyri hissəsi onun yuxarı tərəfidir. Əgər onları birdən-birə düzəltmək istəsəniz, tez düzəltmək istəsəniz, qıracaqsınız. Çünki qabırğadan yaranır, qabırğa da əyridir. Qadın nə qədər sizcə düz olaq, qadında sənin nadirliyi var. Onu bilin yəni. Aydın mı? Və yaxud da başlı başına buraxsanız, əyri qalacaq. Ona görə müsəlman hər kişisini seçməlidir. Nə başlı başına buraxmırsan, nə də elə hər şey demirsən ki, sənin hər şeyin %100 düz olmalıdır. Naqisli olacaq, hansı xatalara, ya məsələn, biraz pisim dinlənəcək və s. Bu xatalar olacaq, onu da nədir, düzəltmək istəsən mümkündür. Çünki nədir, qabırğada yaranır, qabırğa da əyridir bildiyiniz kimi. Allah Subhanahu bizi eşitib faydalandır eləsin. Allah Subhanahu bizi bu haqlara əməl edənlərdən eləsin. Allah Subhanahu bizim xəstələrimiz varsa şəfa versin. Elhamdülillah Rabbil Alemin.